Rusiya prezidenti Vladimir Putinin uzun illər gizli saxladığı şəxsi həyatı ilə bağlı yeni iddialar yayılıb və müxalif yönümlü Rusiyanın saytının məlumatına görə Putinlə gimnast Alina Kabayeva arasında münasibətlərindən 2 oğlu dünyaya gəlib. Onlardan birinin 10, digərinin isə 4 yaşında olduğu bildirilir. Saytın iddiasına əsasən 10 yaşlı İvan Vladimiroviç Putin ilk dəfə görüntülənib. O Rusiyanın ən gizli və yəqin ki, ən tənha uşağı kimi təqdim edilir. Məlumatda qeyd olunur ki, İvan digər uşaqlarla demək olar ki, ünsiyyət qurmur və vaxtının çoxunu can güdənlər, qubernatorlar və müəllimlərlə keçirir. Kreml isə bu iddialarla bağlı hər hansı açıqlama verməyib. Vladimir Putinin şəxsi həyatı illərdir ki, mətbuatdan ciddi şəkildə qorunur və bu kimi məlumatlar rəsmi təsdiqini tapmayıb. Xəbərdə illərlə hər kəsdən uzaq tutulan və ciddi şəkildə qorunan uşaq üçün istifadə olunan bu ifadə diqqəti cəlb edir. Yəqin ki, dünyanın ən tənha uşağıdır. Onun barəsində elə deyirlər. Məlumata görə İvan adlı bu uşaq və onun 4 yaşlı qardaşı Vladimir Putinin gizli saxladığı övladlarıdır və demək olar ki, heç kimlə ünsiyyət qurmurlar. Onlar bütün vaxtlarını xüsusi müəllimlər və mühafizəçilərlə birlikdə keçirirlər. Putin olan oxşarlığı diqqət çəkib onun və yayılan fotoda uşağın Putinə bənzəməsi hər kəsin müzakirəsinə səbəb olub. 72 yaşlı Putin və 41 yaşlı keçmiş gimnast Alina Kabayevanın birliyindən doğulduğu iddia edilən uşağın ilk görüntüsü dünya mediasında böyük səs-küyə səbəb olub. Qeyd eləyək ki, 2013-cü ildə 30 illik həyat yoldaşı Lyudmiladan boşandığını açıqlayan Rusiya lideri bugünə qədər 2 oğlu olduğu barədə iddialarla bağlı heç bir açıqlama verməyib. Şəxsi həyatı barədə danışmağı sevməyən Putin sadəcə bir müsahibəsində balacalarımla nağıl filmlərinə baxmağı xoşlayıram demişdi. Bu açıqlamadan sonra Rusiya mediasında Putinin 2 kiçik oğlundan bəhs etdiyi barədə iddialar da ortaya atılmışdı. Daha öncə xarici kütlə informasiya vasitələrində yayılan xəbərlərdə Kabayeva və 2 oğlunun ölkə xaricində yaşadığı da bildirilirdi. Wall Street Journal isə iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin gimnast Alina Kabayevadan 3 övladı var və Amerika qadına qarşı sanksiyalar tətbiq etməyi düşünsə də son anda bu ideyadan vaz keçib. İndiyə qədər Putin və Kabayeva arasında iddia edilən münasibət mövzusu təkcə Rusiya mediasında deyil, əksər qərb mediasında da tabu olub. Amerika biznes nəşri Wall Street Journal'ın bu yazını dərc etməsinin səbəbi isə Kabayevaya Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sanksiya tətbiq oluna biləcəyi, lakin Putini qəzəbləndirməmək üçün onun sanksiya siyahısına daxil edilməməsi ilə bağlı məlumat daxil olub. Rusiya prezidenti Vladimir Putinin daha bir övladı isə birinci evliliyindən olan böyük qızı Mariya Varantsovadır. O da ilk dəfə jurnalistlərə müsahibə verib. Bu barədə məlumatı isə Rusiya mətbuatı yayıb. Putinin illərdir gözdən uzaq saxlanan 38 yaşlı qızı ötən ilin dekabrın 16-sında müsahibə versə də onun müsahibəsi aylar sonra YouTube kanalında yayımlanıb. O 42 dəqiqəlik müsahibəsində atası barədə heç nə danışmayaraq özü və ailəsindən söz açıb. Deyib, həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə və idmana ayırıram. Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir. Rəsmlər, muzeylər, teatrlar, musiqi. Qeyd eləyək ki, Varantsova Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinadan olan ikinci qızıdır. Varantsova Hollandiyalı iş adamı ilə evlidir. Varantsova və bacısı Katerina Tixonova isə Rusiyanın Ukraynaya daxil olmasından sonra Amerika və Avropanın qara siyahısına salınıb.